Bismillahirrahmanirrahim. Bu günləri Nuheddə məntəqəyə Fındıqlıda vaqe olmuşuq irtifaat müşrif və məntəqə gəldikləri Fındıqlı. Sıra gün həftədə nəhayət bir ekibi 6 nəfəri cavanlar gəlirlər bu məntəqəyə gəldikləri üçün dolanmaq üçün və mütəəssifanə bir dənə cavan 16 salə havali saati məsələn 5 bədə zor məhfud olur. Hala peyrovi xəbər işi gəldi, elə saat 6-7-dən costucu başlanıbdır. O gecəki qarda başladı, külək idi. Ta yeki Bamdadacan idamə tapdı costucu, vəli müvəffəq olunmadı. Binabi külək iki var idi, ekiplər getdilər kəmpə. Bəli, dünən sübhdə 8-ci ay sübhdən gecəyəcən yenə təlaşlar idaməsi vardı. Bugünlərdə sübh saat 9-dan ekip ay müxtəlif həm ustamdan Hilal Əhmər, ustamdan Şəhəstanhay, Həmcəvardan, Kələybərdən və Dörbə Şəhəstandan hamısından Niyuhay Hilal Əhmər və costucuya gəliblər. Avamili Niru İntizami və Muhitçist və məntəqə Dehyarramız, bəxşları möhtərəm və tamamiyə həmkətliləri ki, təvannavar axtarırlar. İki pay müxtəlif müdiriyyət olur. Dəqiqən o yerdə vaqe olmuşuq ki, cavanların maşınına vaqe olmuşdu və axərin ləhsə ki, bu cavan görsənib bu məntəqədə idi. Ola mütəəssifanə bu tamamiyə avamili ki, costucu eləyirlər, bu ləhsiyəcən nəticə olmurdu. Səkayı zindiyab yoldadılar və ustamdan gəlirlər. İnşallah görək oradan bir nəticə alaq və ba tamamı quva və ba tamamı güc در واقع tamamiyə quruha imdadı Hilal Əhmər Atəşşanı bəhsici mərdumi hamı əl-ələ verib ki, nəticə alaq və həmşəhərlərdən də imkanımız budur ki, dua eləsinlər bu costucular inşallah nəticə.